Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün tort görünüşündə çox ləzzətli, dadlı, möhtəşəm bir əsl yay piroqu hazırlayacağam. Çiyələkli piroq hazırlayıram sizlər üçün. Əvvəlcə xəmirini hazırlayaq. Xəmir üçün 1 ədəd ağlı sarılı yumurta götürürük. Üzərinə 3 xörək qaşığı dolu şəkər tozu əlavə edirik. 1 xörək qaşığı dolu xama əlavə edirik. Xamanın yağlılıq faizinin heç bir fərqi yoxdur. Hansından istəsəniz istifadə edə bilərsiniz. Və üzərinə 100 qram da ev temperaturunda tam yumuşalmış kərə yağı götürürük. Yağ mütləq çalışın ki, yumuşalmış olsun ki, qarışdırarkən rahatlıqla qarışdıra biləsiniz. Və bunları sadəcə çəngəl vasitəsilə və ya qaşıq vasitəsilə hamısını yaxşı-yaxşı qarışdırırıq. Dəyərli izləyicilərim, kim hardan videomu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın və əgər videolarımızı bəyənirsinizsə, mütləq yaxınlarınızla da paylaşın. Və beləcə bunları qəşəng qarışdırdıqdan sonra bir kənara qoyuruq. 260 qram da burada un götürmüşəm. Bu da 200 ml stəkan ölçüsü ilə 2 stəkan un eləyir. Unumuzun üzərinə 1 paket vanil və 1 çay qaşığı da qabartma tozu əlavə edirik. Qabartma tozunun 1 paketin hamısını əlavə etmirik. Çünki bu un miqdarı üçün qabartma tozu 1 paket çoxdur. Yalnız 1 çay qaşığını, yəni 5 qramını əlavə edirik və unlu qarışımı yaxşıca qarışdırıb hissə əlavə edirik yağlı qarışımın üzərinə. Əvvəlcə qaşıqla biraz qarışdırırıq. Daha sonra isə xəmirimizi artıq başlayırıq əlimizlə yoğurmağa. Ələ yapışmayan, yumuşaq, çox gözəl bir xəmir yoğururuq. Dəyərli izləyicilərim, əgər kanalıma yeni abunə olmusunuzsa, vlog kanalımdan xəbərdarsınızsa, onda YouTube'da axtarışda Kəmalə Kərimli vlog yazaraq vlog kanalıma da abunə ola bilərsiniz. Abunə olarkən mütləq zəng işarəsində orada aktivləşdirin, yəni bildirişləri açın ki, hər zaman paylaşdığım yeni videolardan sizlər də xəbərdar olasınız. Həmin vlog kanalımda da yaya doğru sizləri çox gözəl videolar gözləyir. Vlog kanalım üçün də bir-birindən maraqlı, çox qəşəng videolar çəkəcəm sizlər üçün paylaşacağım. Ona görə mütləq həmin kanalımı da izləmədə qalın, abunə olun və dəstəyinizi gözləyirəm həmin kanalımda da. Və beləcə gördüyünüz kimi, baxın, xəmirimizi yoğurdum. Piroqumuzun xəmiri çox asandır, asan hazırlanan bir xəmirdir. Eynən plastilin kimi yumuşaq, möhtəşəm bir xəmir olur və bu xəmirlə işləməkdə çox rahatdır. Deməli, ümumilikdə mən 2 stəkan, yəni 260 qram un istifadə etdim. Sonda isə 1-2 çimdik də artıq olaraq un əlavə etdim. Gördüm, çox az əlimə yapışır. Ona görə gördüyünüz kimi çox yumuşaq bir xəmir olur. Xəmirimizi bir salfanın içərisinə yerləşdiririk, amma yerləşdirmədən öncə xəmirə bir dairəvi forma vermək lazımdır gördüyünüz kimi. Və soyuducunun buzluq olmayan adi gözündə saata baxırıq 30 dəqiqə müddətində xəmiri gözlədirik. Xəmiri soyuducudan çıxartmağa bir 10-15 dəqiqə qalmışda mən içliyin hazırlayıram. İçlik üçün də bizə lazımdır 400 qram xama. Yəni ümumilikdə marketlərdə satılan bu 200 qramlıq paketlərdən 2 paket aldım və mən pəhriz kəsmiyindən istifadə edirəm. 2 paket şirinsiz kəsmiyin üzərinə əlavə edirik 200 qram xama. Xama çalışın ki, içlik üçün istifadə edəcəyiniz xama mütləq yağlı xama olsun. Xəmirə hər hansı bir xamadan istifadə edə bilərsiniz, amma içlik üçün mütləq yağlı xamadan istifadə edin. 2 ədəd ağlı sarılı yumurta əlavə edirik üzərinə. 150 qram şəkər tozu əlavə edirik. 2 xörək qaşığı qarğıdalı nişastası əlavə edirik və 1 paket də vanil əlavə edirik. 150 qram şəkər tozu da 200 ml stəkan ölçüsü ilə 1 stəkandan 1 baş barmağı aşağı, yəni əski şəkər tozu eləyir. Və bunları hamısını bir qabın içərisinə əlavə etdikdən sonra blenderla gördüyünüz kimi yaxşı-yaxşı hamısını əzirik ki, tam krem halına gəlsin. Çünki kəsmək biraz belə düyün-düyün qalır. Ona görə bunların hamısını blenderla əzirik ki, həmin o düyünlər qalmasın, tam hamarlaşsın içliyimiz. Və gördüyünüz kimi bu cür çox gözəl bir içliyimiz alınır. İnanın, hazırladığımız bu içlik o qədər ləzzətli, dadlı olur ki, adam elə bunu belə yemək istəyir, çox ləzzətli olur. Və baxın, görürsünüz, tam hamarlandı, içliyimiz də hazır oldu. İçliyi hazırlamamışdan öncə mən qabımı artıq yağlamışam, formamı hazırlamışam. Formanın diametri 22 santimetrdir.
Mənim açılıb bağlanan formalarım biraz iri olduğu üçün ona görə mən gördüyünüz kimi yumru dairəvi bu biskvitləri kəsmək üçün nəzərdə tutulan formadan istifadə etdim. Alt hissəsi açıq olduğu üçün mən alt hissəsinə folqa yerləşdirdim. Folqa ilə alt hissəsini tutdum və buna baxmayaraq ev temperaturunda tam yumşalmış yağla, kərə yağı ilə, margarin yağı ilə də yağlaya bilərsiniz, fərq etməz. Kənarlarını və altını yağlayırıq. Və xəmiri götürürəm. Mənim qabımın alt hissəsi olmadığı üçün folqa sərmişəm qeyd etdiyim kimi. Xəmiri içərisində yaya bilmədim. Çünki yaysaydım folqa cırılardı. Ona görə oxlovla biraz yayıb sonra qabımın içərisinə yerləşdirdim. Yox, əgər sizlərin qabınızın alt hissəsi varsa, formanızın, yəni açılıb bağlanan qəliblərdəndirsə və ya 26 sm hündürlükdə bir tavadırsa, yəni belə bir qablardan istifadə edirsinizsə, elə xəmiri birbaşa qəlbin içərisinə yerləşdirib içərisində də yaya bilərsiniz. Qeyd etdiyim kimi məndə formanın alt hissəsi olmadığı üçün folqa cırılmasın deyə kənarda biraz yaydım. Sonra isə qabımın içərisinə yerləşdirdim və baxın kənarlardan da mütləq xəmiri bu qədər qaldırmaq lazımdır. Çünki içərisinə içlik əlavə edəcəyik. İçlik kənarlara dəyməsin deyə ona görə mütləq qabın tən yarısına qədər olmaqla xəmiri belə əlinizlə yaymaq lazımdır. Xəmirin alt hissəsini yaydıqdan sonra qəşəng kənarlarını otuzdurduqdan sonra kənar hissələrini də belə yayıb qabın içərisinə kənarlarına yapışdırmaq lazımdır. Daha sonra isə içliyi içərisinə əlavə edirik. Bir də mütləq çalışın ki, bu cür qəşəng hündür alınmasını istəyirsinizsə, qeyd etdiyim kimi 22 sm yəni formada bu piroqu hazırlayın. Yox, iri formada hazırlasanız onda bilin ki, bu cür hündür alınmayacaq. Və baxın, xəmiri içərisinə yaydıqdan sonra çəngəllə də hər tərəfin qəşəng deşdim ki, artıq qabarcıqlar olmasın. Çiyələklərimizi də əvvəlcədən təmizləmişəm, yumuşam, aş süzənin içərisindən suyunu süzdüm və salfet arasına üzərinə əlavə etdim ki, salfet onun suyunu tam öz canına çəksin. Və çiyələklərin bir hissəsini xırda-xırda doğradım. Üzərinə də bir xörək qaşığı qarğıdalı nişastası əlavə edib qarışdırdım. Nişastanı ona görə əlavə edirəm ki, nişasta çiyələyin artıq suyunu özünə çəkir və piroqun içərisində xəmirə öz suyunu çıxarmasın deyə. Ona görə nişasta ilə qarışdırdım və xəmirin üzərindən bir qədərini belə əlavə edirəm. Qalanını isə gördüyünüz kimi ortadan iki hissəyə bölmüşəm və yenə də salfet üzərinə düzmüşəm ki, salfet onun artıq suyunu özünə çəksin və bu çiyələkləri də mən piroqumuzun üzəri üçün saxlayıram. Və beləcə baxın, içliyimizin hamısını əlavə edirik xəmirimizin üzərinə. Görürsünüz, baxın, əlavə edərkən hündür olur. Ona görə xəmirin mütləq kənarlarını belə qəlbin divarlarına yapışdırmaq lazımdır ki, bu içlik demək ki, qəlbin kənarlarına dəyməsin. Və sonda da qəşəng içliyi də biraz belə yayırıq ki, hər tərəfə eyni bərabərdə otursun və çiyələklərlə üzərini bəziyirik. Çiyələkləri də yenə də qeyd edirəm, ortadan iki yerə bölmüşəm və gördüyünüz şəkildə qəşəng üzərini bəziyirik. İçliyə əlavə etməmişdən öncə artıq mən xəmiri yayarkən belə sobamı yandırmışam. 180 dərəcəli sobada mən tam 1 saat müddətində piroqumu bişirdim. Və sobanın ən alt gözünə yerləşdirdim. Bişməyə bir 10 dəqiqə, 15 dəqiqə qalmışda orta gözə yerləşdirdim. Gördüyünüz kimi tam 1 saat müddətində bişirdim. Bişməyində bu cür bilirsiniz. Demək ki, alt hissəsi kənarlar qəşəng qızarır. Üzərinə biraz əlinizi vurursunuz. Görürsünüz artıq bu hissə, üst hissə bərkiyibsə, sulu deyilsə, onda sobadan çıxardırsınız. Deməli, piroqunuz bişib hazır olub. İsti olarkən qətiyyən əl vurmuruq. Mən soymasını gözlədim elə qəlbin içərisində. Baxdım ki, soyuyub. Soyduqdan sonra da beləcə səliqəli şəkildə qəlbim içərisindən çıxardıram. Kənarlardan folqaları da kəsdim. Tam soyduqdan sonra piroqu rahatlıqla qaldırıb o alt hissədə qalan folqanı da çıxartmaq olur. İndi hələ yəni içəri hissəsi, bu kəsmək olan hissəsi tam soymayıb deyə hələ əl vurmuram və bunu beləcə mən soyuducuda bir 3 saat gözlədirəm. Piroqu kəsərkən əgər istəyirsinizsə, içlik süzülməsin, axmasın, səliqəli şəkildə doğransın. Ona görə mütləq ən azı heç olmasa bir 3 saat, 4 saat soyuducuda piroqu dinləndirmək lazımdır. Yox, əgər gecə hazırlamısınızsa, məsələn, axşam bişirmisinizsə, onda soysun, soyduqdan sonra yerləşdirin soyuducuya, qoyun səhərə kimi soyuducuda qalsın. Yox, gündüz hazırlamısınızsa, onda ən azı 3 saat, 4 saat soyuducuda mütləq gözlətmək lazımdır ki, baxın, doğrayarkən bu cür səliqəli doğransın. Yəni isti-isti qətiyyən doğransın.
doğramayın. Ən azı 3 saat bunu soyuducuda gözlətmək lazımdır. Mən də 3 saat gözlətdim. 3 saat gözlətdikdən sonra görürsüz, baxın hardasa bir saat 8-ə işləmiş idi. Bişirib hazır etdim, soyuducuma yerləşdirdim. Saat 10-11-ə işləmiş kəsdim. Sizlərə göstərirəm. Görürsüz necə səliqəli doğranır. Mükəmməl, dadlı, ləzzətli, möhtəşəm bir piroqdur. Orta hissəsi tam olaraq qızarmır, çünki kəsmik olduğu üçün. Kənarlardan görürsüz, biraz kəsmik qızarır və yenə də qeyd edirəm, üzərinə əlinizi vurursunuz, görürsüz, əgər üzəri bərkiyibsə, o zaman sobadan çıxardırsınız. İnanın ki, əsl yay piroqudur. Çox dadlıdır, çox ləzzətlidir. Kim ki kəsmikli şirniyyatları sevir, əminəm ki, bu piroqu da çox sevəcəksiniz. Hazırlayın, nuş edin, göz haqqınızı halal edin. Mənim sobamda 1 saat müddətində bişdi. Ola bilər ki, sizlərin sobasında 50 dəqiqə müddətində də bişə bilər. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Videonu bəyənməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə. Salamat qalın.